Nasıl xeyir, bugün DİM 20 sınaqdan 9-cu sinif mövzu sınağı 8 izah eləyəcəm. Birinci sualdan başlayaq. Deyir ki, deməli A, B, C, D 60 dərəcədir, 15 dərəcədir. Mən də bilirəm ki, bura 60 dərəcədirsə, bura olacaq 120 dərəcə. Çünki daxili bucaq qövsün yarısıdır. Bura 15 dərəcədirsə, burada 30 dərəcə olacaq. Çünki bura 15-dir. Və mən də bilirəm ki, məndən də buranı soruşursa, alfa qaydaya əsasən, qaydada düsturdur. 120 çıx 30 bölü 2, üstə gəlsin 30 bölü 2, bu da 75 dərəcə. Cavab A variantı. Yəni alfa 120 ilə 30-un cəminin yarısına bərabərdir. Keçirəm ikinci suala. Deyir ki, AB CD-yə bərabərdir və AMB 100-dür. Uşaqlar, bura 100 dərəcədirsə, bura alfa, belə deyək də, bura alfadırsa, bura 2 alfadır, bura alfadırsa, burada 2 alfadır. Çünki bunlar çarpaz bucaqlar olduğuna görə həm bərabərdir, həm də bu qövslə bu qövsü bizə bərabər özü deyir. Deyir ki, bərabərdir. Yəni AB CD-yə bərabərdir. Hə, iki vətər bir-birinə bərabərdirsə, onda ayırdığı qövslər də bir-birinə olacaq, bərabər olacaq. Deməli, bura 100 dərəcədirsə, burada 100 dərəcədir. Onda yazaram ki, 100 üstə gəlinsin 100, üstə gəlinsin 2 alfa, üstə gəlinsin 2 alfa bərabərdir ümumi 360-a. 360-dan 200 çıxanda eləyir 160, alfa da bərabərdir 40. Bizdən də alfanı soruşurdu, cavab Y variantı. Çünki bu ümumi çevrə 360 dərəcədir. Üçüncü sualı keçirəm. Deyir ki, diaqonallarından biri 16-dır rombun, o biri isə 12-dir. Perimetrini soruşur. Perimetr 4A-dır. Bizdən A-nı soruşur. Mən də bilirəm ki, D1 kvadratı plus D2 kvadratı bərabərdir 4A-nın kvadratına. Yəni, 256 plus 144 bərabərdir 4A-nın kvadratı. Bu da bizə verəcək A kvadratı bərabərdir 100, A da bərabərdir 10, perimetr 40, cavab D variantı. Dördüncü sual. Şuralar, bizim bir qaydamız var idi, paralel düz xətlərdə belə bir qayda idi, yadınızdadırsa. Bura alfa deyir, bura betadırsa, onda deyir, bura alfa plus betadır. İndi bizə də həmçinin, bax, bunlar elə bir paraleldir, bax, paraleldir. Yəni ki, bizə də bax, belə bir şəkil alıb da. Qəşəng çəkim. Bax, bu və bu. Eyni qayda. 30 dərəcə buradır. Bura 130-sa, bura 50 dərəcədir. Onda bura nə olacaq uşaqlar? 80 dərəcə. Cəm. İndi isə keçirəm bir suala. Deyir ki, AC və BD bizdən eksi soruşur. Yəni, bizdən soruşur buranı. Və deyir, düzgün 5 bucaqlıdır. Uşaqlar, düzgün 5 bucaqlıdırsa, 180 vurulsun 5 çıx 2 böl 5, bu da bizə 108. Deməli, bir bucağı 108 dərəcədir. Yəni, bura 108 dərəcədirsə, bununla bu bərabər olduğuna görə, düzgün 5 bucaqlı olduğuna görə, 180-dən 108 çıxıram 72, onda bura olacaq 36 dərəcə. İndi şurasıdır ki, biz bu üç bucağa baxsaq, qoy bu başqa bir rəngdir. Biz bu üç bucağa da baxsaq, görəcəyik ki, onda burada 36'dır. Burada 108 olması üçün 72. Çünki hamısı 108'dir. Düzgün 5 bucağının düzgündürsə, bütün bucaqları 108 dərəcə olmalıdır. İndi burada 36'dırsa, onda burada 72 dərəcədir. Biz də bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 72, 36, 108 isə x də bərabər olacaq 72 dərəcəyə. Cavab C variantı. Keçirəm 6-cı sualı. Deyir ki, 10 bucaqlının diaqonalların sayı düsturu n vur n çıx 3 bölü 2-dir. 10 bucaqlı dediyinə görə 10 vur 10 çıx 3 bölü 2, yəni 10 vur 7 bölü 2 bərabərdir 35A variantı. 7-ci suala baxırıq. Deyir ki, bizdən buranı soruşur. Qısa konkret. Mən də bilirəm ki, 6 bucaqlının bütün bucaqları 120 dərəcədir.
120, 120 ise bura bərabər olmalıdır. Yəni alfa olmalıdır. Çünki bərabər yanlı trapesiya verir bizə. 360-dan biz bilirik ki, dördbucaqlının xarici bucaqları 360 dərəcədir. Çıxıram 240, 120. Onda bura oldu 60, 60. Bu belə. Deməli uşaqlar, onda belə çıxır ki, burada 60 olmalıdır. Yəni bura 120 dərəcədir. Bununla bu bərabər olduğuna görə 100-dən 120 çıxaram 60. Onda bura 30-dur. Bura 30-dur uşaqlar. Baxın, burada ümumi 60 dərəcə olmalıdır. Onda belə çıxır ki, bizim x-imiz nədir? 30. Cavab olacaq Y variantı. İnanıram ki, başa düşdünüz. Yəni, altı bucaqlının bütün bucaqları 120 dərəcə olmalıdır. Burada 120, burada bərabər yanlı olduğuna görə bura 30 oldu. 30 dərəcə. Bura 60 ise burada 60 olmalı. Çünki bu da bərabər yanlı trapesiyadır. Baxın buranın. 60'dan da 30 çıxdıq. Cavab 30. Keçirəm 8-ci suala. Deyir ki, 8-ci sualda xaricinə çəkilmiş ABC dördbucaqlısı məsələn, müəyyən bir dördbucaqlıdır. Xaricinə çəkilmiş, həmən bu çevrənin xaricinə bir dördbucaqlı çəkilib ABC'dir. Mən də bilirəm ki, dördbucaqlının əgər xaricinə çevrə çəkilib, deyir, xaricinə çevrə çəkilmiş dördbucaqlısında. Onda biz müəyyən bir dördbucaqlı çəkərik. Məsələn, yox, bu olmasın da. Məsələn, müəyyən bir dördbucaqlı çəkmişim, trapesiya məsələn. Xaricinə çevrə çəkiləndə, xaricinə, mən bilirəm ki, qarşı bucaqların cəmi bir-birinə bərabər olmalıdır. Yəni, A bucağı ilə C bucağının cəmi 100 olmalıdır. Yəni, 3x plus 20 ilə 4x çıx 50 bərabər olmalıdır 180-ə. Bu da mənə verir 7x bərabərdir 210, x də bərabərdir 30 dərəcə. B bucağını tapıram indi. B ilə D-nin cəmi 100 olmalıdır. Bucaq B bərabərdir 2x çıxılsın 10, 2-ni 30-a vuraram. 60, 60 çıx 10, 50 dərəcə. 50 dərəcə. Bucaq B 50 dərəcədir. İndi bunların cəmi 180 dərəcə olmalıdır. 100-dən 50 çıxaram. O da eləyəcək 130. Cavab D variantı. Keçirəm 9-cu suala. Deyir, A, B, C 50-dir. Bura 50 dərəcədir. Mən də bilirəm ki, bura 50-dirsə, bu 50-nin cəmi 90 olmalıdır. Deməli, bu qövs 40 dərəcəymiş. Məndən DCB-ni soruşur. DCB-ni, DCB, yəni buranı soruşur. Əlbəttə ki, bura 40-dırsa, onda burada olacaq 20 dərəcə. Cavab B variantı. Çünki daxili bucaq qövsün yarısıdır. 10-cu suala baxırıq. 10-cu sual. Deyir ki, A-dır, C-dir və B-dir. Bura isə O1, O2-dir. Deyir, AB 18-dir, vətənlər 18-dir və bizə deyir ki, mərkəzlər arasındakı məsafəni tapın və paralellik şərti ödənir. Deməli, neyinirəm? Deməli, uşaqlar, burada mən biraz şəkil seçmişəm. Burada bura birləşmək olmadı. Belə bir şey tələb. Ortasından keçib, ortasıdır. Deməli, mən nə deyirəm? İndi uşaqlar, baxın, burada paraleldir. Mən buradan bir düz xətt çəksəm, buradan da bir düz xətt çəksəm, bunlar bir-birlərinə bərabərdir. Yəni, buraya, məsələn, deyirəm də, demək, burada bir x deyirəmsə, burada bir x-dir, bərabərdir. Bu da, uşaqlar, orta nöqtəsidir. İndi, uşaqlar, baxın, buradan bura məsafə B-dirsə, buradan da bura məsafə bir B-dir. Buradan bura bir məsafə A-dırsa, buradan da məsafə bir A-dır. Bu da bildik. İndi bizə deyir ki, buradan bir düz xətt çəkirəm bura, yenə düz xətt çəkirəm. Onda bura A-dırsa, burada A-dır, bura B-dirsə, burada B-dir. Məndən də A plus B-ni soruşur. Mənə də veribdir ki, 2A plus 2B, baxın, buranı mənə verib, buranı. Mənə verib 18. Onda A plus B nəyə bərabərdir? 9-a. Cavab D variantı. Keçirəm 11-ci suala. Deyir ki,
diagonalları, yox bu deyil, 11-i buradan yazaq. Deyir diagonalları dördbucaqını, aha. Deyir diagonalları 12 və 18 olan dördbucaqlının tərəflərinin diagonalları, müəyyən bir dördbucaqlı var. Məsələn, belə bir dördbucaqlı verib. Biz dördbucaqlı əyri çəkək də. Məsələn, belə bir şey çəkirəm, trapeziya çəkdim. Diagonalları deyir 18 və 12-dir. 18 və 12-dir. Deyir, dördbucaqlının tərəflərinin orta nöqtələrinin ardıcıl birləşməsindən alınan dördbucaqlının perimetrini tapın. Uşaqlar, deməli, ixtiyari bir dördbucaqlının orta nöqtələrinin birləşməsindən alınan dördbucaqlının perimetri onun diagonalları cəmidir. Yəni, burada cavab olacaq 18 plus 12, cavab 30. Yəni, demək ki, bununla bunun cəmi götürüblər bu diagonalı. Olub 18, bununla da bunun cəmi olub 12. Bizim də bu perimetri cavab olacaq 30. Yəni, əslində bu bir qaydadır. Belə. 12-ci sual. Əslində uşaqlar, burada biz necə mən deyə bilərəm? Orta xəttdən deyə bilərik də. Orta xəttdən deyə bilərik. Məsələn, bu tərəf B-dirsə, üçbucaq kimi baxın da, elə bil, baxın. Üçbucaqda necədir? Məsələn, bura B-dirsə, 2B-dirsə, bura B-dir. İndi bu da həmçinin. Yəni, baxın, bir də deyirəm. Bura B-dirsə, bura 2B deyil. Burada da həmçinin. Bura orta xəttdir. Yəni, bura X-dirsə, onda bu tərəf nə olacaq? X bölü 2. Onda burada olacaq X bölü 2 bu tərəf. Bundan cəmi bizə nə verir? X verir. Bu tərəfdə B-dirsə, məsələn deyirəm, bir B-dirsə, bura B bölü 2-dirsə, burada B bölü 2-dir, cəmi də B verir. Bu olur X plus B. Başqa cür necə demək olar? Biz qara quru oldu, rəyimci olmadı. Məsələn, belə bir şey çəkirəm. Deyirəm ki, orta nöqtələr birləşib. Bu da fəziki diagonaldır da. Paralelli işarət ödənəcək. Burada mən biraz əyri çəkməni baxmayım. Belə bir paralelli işarət ödənməlidir. Məsələn, deyirəm, bax. Deyirəm ki, bura X-dir. Onda bura X-dir, onda bura 2X-dir. Diagonalsa gəliriz bura X deyək. Bura X bölü 2-dir. Yarısıdır da orta xəttdir. Bura X bölü 2-dirsə, onda mən də bunun orta nöqtələrini birləşdirsəm, orta nöqtələrdən danışıram. Axı, orta xətt ilə orta nöqtələrini birləşdiririk, düzdür? Həm də paraleldir. Bu da X bölü 2-dir. Bunu birləşdirsəm, baxın, onda bu diagonaldan çıxırıq yola. Gərək başqa rəng eləyərdim. Məsələn, bunu birləşdirsəm, bura B-dirsə, onda bu orta nöqtəyə birləşdirəndə olacaq B bölü 2. Buranı da birləşdirəndə olacaq B bölü 2. Perimetri bizə nə verəcək? Bizə verdi X bölü 2, üstə gəlsin X bölü 2, üstə gəlsin B bölü 2, üstə gəlir B bölü 2. Bu da bərabərdir X plus B-yə. Bizim X-imiz elə bil 18 idi, B-miz 12, cavab oldu 30. İnşallah ki, daha aydın başa düşdünüz. 11-ci sual. Diagonal 12-ci sual. Deyir ki, rom verilib bizə 17-dir. 4-dür. Rom sonda bura 13-dür. 13-dür. Aha. Deməli belə. Deyir ki, FD-ni tapın. Bizdən FD-ni soruşur. Bura bir X deyirəm. Bura bir X deyirəmsə, burada olacaq 17 çıx X. Pifagor teoreminə görə 13-ün kvadratı bərabərdir X-in kvadratı plus 17 çıxılsın X-in kvadratı. 169 bərabərdir X-in kvadratı plus 289 çıxılsın 34X plus X-in kvadratı. 2X-in kvadratı çıxılsın 34X üstə gəlsin 9 çıxsan deməli üstə gəlsin 120 bərabərdir 0. Hər tərəfi 2-yə bölürəm. Bərabərdir 0. Burada da baxıram, köklər 12 ilə 5-i göstərir. 2x-in kvadratı çıxılsın 34x üstə gəlsin 120. Düz yazmışıq da. Bizə nə soruşur? Deyir, FD AF-dən böyükdür. FD AF-dən böyükdür. Yəni, mən bura 12 götürsəm,
Bu olacaq 5, bu olacaq 12. Bizə deyir bu böyükdür. Amma 5 götürəndə tərsi nə olacaqdı? Yəni x-i 12 götürməliyik. 5 götürməli deyilik. 5 götürsək, f-də a f-dən böyük olmayacaq. 12 götürəndə f-də oldu. Bura baxın, bura a f-dir. Bura f-dir. 12 götürəndə bura oldu 12, bura oldu 5. Amma 5 götürsəydim, bura olacaqdı. Deməli, f-də olacaqdı 5, bura olacaqdı 12. Bu şərt ödənməyəcəkdi. Bizdən də f-dən soruşdu, cavab 12. D variantı. 13. Deyir ki, trapesiya verilib, AH 3-dür. Bərabər yanlıdırsa, dəhli düşərəm, onda burada 3-dür. BC 8-dir, bura 8-dir, onda burada 8-dir. Deyir, AD-ni tapın. AD-ni, ümumi AD-ni tapın. Cavab olacaq. AD-yi tapmışıq. Cavab olacaq 14. Cəmlərini tapdıq. Cavab 14. B variantı. Sonra belə bir tapşırıq var. Burada bir x deyirəm. Düsturumuz var bizim burada. X-in kvadratı bərabərdir 4 vur 4 plus 5-ə. X kvadratı bərabərdir 4 vur 9. X də bərabərdir 6. Bura 6 tapmışam. Burada 9-dur. Onda Pifagor teoreminə görə baxın, bu düz bucaqlı üç bucaqdır. Mən bura niyə burada hündürlük yazdım? Çünki radius toxunana perpendikulardır. Bu toxunan idi. Baxın. Perpendikulardır. İndi yazdım burada 9-un kvadratı. Burada bir el kimi baxsaq. 9-un kvadratı çıxılsın 6-ın kvadratı bərabərdir. Bu bizə verəcək 81 çıxılsın 36 bərabərdir 45. 45 uşaqlar kök altında, üst kök altında 5 deməkdir. Üst kök altında 5 deməkdir. Bizə nə soruşurdu? Çevrənin diametrini. Aha. Cavab üst kök altında 5. Yəni biz də ümumi buranı tapmışıq. Üst kök altında 5. Cavab C variantı. 15. Deyir ki, AB 8-dir. Digər iki tərəfin uzunluqları fərqi 4-dür. Bura yazıram R, bura yazıram R, bura yazıram X deyir. Uzunluqları fərqi 4-dür. Onda X nəyə bərabər uşaqlar? 2R, 2R çıxılsın 4-ə. Bunun yerinə yazıram 2R çıx 4. Deyir, çevrənin uzunluğunu tapın. Aha, mən də bilirəm ki, əgər üçbucağın bir tərəfi çevrənin diametridirsə, bu düzbucaqlı üçbucaqdır. Onda yazıram. Ləbil mənim üçbucağım belə alındı. Baxın uşaqlar. Baxın. Düzbucaq 8, 2R çıx 4, burada 2R. Pifagor teoreminə keçirəm. Yazıram ki, 8-in kvadratı plus 2R çıxılsın 4-ün kvadratı bərabərdir 2R'in kvadratı. 64 üstə gəlінsin 4R'in kvadratı çıxılsın 16R. Üstə gəlінsin 16 bərabərdir 4R'in kvadratı. Bundan getdi. 16R bərabərdir 80, R də bərabərdir 5-ə. Biz R'i 5 tapdıq. Bizdən də soruşur çevrənin uzunluğu. Çevrənin uzunluğu 2pi R tüstünün hesablanır. Bu da olacaq 10pi A variantı. Keçdim 16-cı sualı. Deyir ki, bura 10-dur, bura 16-dır. Düzbucaqlıdırsa, onda diaqonallar bir-birinə bərabərdir. Onda bura 16-dırsa, burada 12-dir. Çünki Pifagor teoreminə görə görmək olar. Bizdən C-dən soruşur, cavab tapıldı. 12. 17. 17-nin şəklini deyəsən çəkməmişim. Hə, çəkərəm indi. Deyir ki, uşaqlar, bura Y-dir, bura D-dir, bura A-dır, bura B-dir, bura C-dir. D tərəfi 20-dir, B-yə 5-dir. B-yə 5-dir, sonra bura 15-dir. Hə, bura 15-dir. Mən şəkil bura çəkmişəm də. Hə, mən bura çəkmişəm, özür diləsə bilin. Deməli, bir də baxaq. B-yə 5-dir. Tərəfi 20-dirsə, bura 15-dir. Bura 20-dir. Onda belə çıxır ki, Pifagor teoreminə görə burada 25-dir. Elə bizdən də 7-dən soruşur. Çox rahat bir sual. 18. Düsturdur. 3 vur 12, 3 vur 3 üstə gəlінsin 12 bərabərdir 5 vur 5 plus x.
3 vur 15 bərabərdir 5 vur 5 plus x. 45, 45'i 5'e bölün 9, 9 bərabərdir 5 plus x, x də bərabərdir 4'e. Bizdən də AC-ni soruşur, baxın. A burada, C burada, çaşmayın burada. AC də bərabər olacaq nəyə? 9'a. Topladıq. 19. Bura alfadır, bura alfadır. Tən bölən verib bizə. Bura betadır, bura betadır. Mən də bilirəm ki, bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Onda alfa plus beta bərabərdir 90. Əgər 90-cı da burada 90'dır. Bizdən də A7'ni soruşur. Cavab olacaq 90 dərəcə. Deyir ki, bura 70 dərəcədirsə, onda bu göstərici dərəcə uşaqlar 140 dərəcədir. Mən də bilirəm ki, bel olan, baxın, əgər bir nöqtədən 2 toxundan çəkibsə 140-dırsa, onda bundan cəmi 180 olmalıdır. Baxın, mən də 180-dən 140 çıxdım, oldu 40. Mənə də elə ABC-ni soruşulmuş, cavab 40. 21. Deyək ki, daxilini çevrə çəkilmiş dördbucaqlının daxilini çevrə çəkilmiş dördbucaqlının məsələn, dördbucaqlının deyir AB 8, BC 6, CD 10 olarsa AD-ni tapın. Mən də bilirəm ki, dördbucaqlının daxilini çevrə çəkilmişdirsə, onda qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. 6 plus x bərabərdir 18, x də bərabərdir 12. Cavab 12. 22-ci sual. Deyir BAC 70'dir. Bura 70 dərəcədir. Onda bu göz 140 dərəcədir. Baxın. Deyir ki, OBC-ni tapın. OBC bizdən buranı soruşur. Deməli, mən nə edəcəm? Mən də götürürəm bunu, bu birləşdirirəm. İkisini birləşdirirəm. Bərabər yanlı bir. Niyə? Çünki bura radiusda mərkəzdirsə, onda bu da radiusdur. Onda bura alfadırsa, bura da alfadır. Mən də bilirəm ki, mərkəzi bucaq qövsün özünə bərabərdir. Onda 140'dır. 180'dən 140 çıxaram. 40. 40'ı da 2'yə bölərəm. Alfad tapmaq üçün 20. Cavab 20. 23. Deyir ki, tərəfi 4 cm olan düzgün altı bucaqlıdır. Onda bir çıxır ki 4, 4, 4, 4, 4, 4, hamısı 4'dür. Deyir ki, altı bucaqlıdır. Bucaqlının perimetrini tapmışlar. Mən də görürəm ki, əgər bu düz bucaqlıdan çəkilibsə, mən nə edirəm? Deməli, bu düzgün altı bucaqlıdırsa, baxın, bu danışır, bizə bunu deyir. Bu düzgün altı bucaqlıdırsa, onda bucaqların olmalıdır. 180 vur 6 çıx 2 böl 6, 120 dərəcə olmalıdır. Onda bu da 120 dərəcədirsə, onda bura neçə dərəcədir? 60 dərəcə, onda burada neçə dərəcə? 30 dərəcə. 30 dərəcə bucaq qarşılayan KT-yi hipotenuz 4-dür, onda bura 2-dir. Burada 2 kök altında 3-dür. Yenə həmçinin bura 120 dərəcədir, 30-dur 150, bura 30 dərəcə, bura 60 dərəcə. Deməli, bura 2-dir, bura 4-dür, bura 2 kök altında 3-dür. 2-dir, 2 kök altında 3-dür, 2 kök altında 3 və 2. Deməli, mənim dördbucaqlımın perimetri, baxın, indi belə bir şey çəkirəm, daha yaxşı görəsiniz. Bax, 2 plus 4 plus 2 mənə neçə elədi? 6 plus 8 elədi. Burada 4 kök altında 3 elədi. Bir də perimetrin soruşuna görə 2 vurulsun 4 kök altında 3 plus 8. O da bərabərdir 8 kök altında 3 plus 16. Cavabımız 24. Deyir ki, bura alfadır, bura alfadır, bura 10'dur, bura 9'dur. Emin orta xəttir. Emin orta xəttir. Bizdən AB-ni soruşur. Şuralar, bura alfa, bura alfadırsa, onda belə çıxır. Çarpaz bucaqla bu bucaq çarpaz olduğuna görə burada alfa. Onda bura x-dir, burada x-dir, burada x-dir. Bu belə. Orta xət olduğuna görə dedik ki, ora x-dir. Və bizə də bura 16 verir. Onda bura x plus 9'dursa 10 plus 16 bölü 2 bərabərdir x plus 9.
Bu da elədir 13 bərabərdir x plus 9, x də bərabərdir 4-ə. Bizdən də AB-ni soruşur. Baxın, bura 4 tapdıq. Axı orta xətt yarıya bölür, 4, 4. Cavab neçə elədi? 8. 25. Deyir ki, 3'dür, alfadır, alfadır, betadır, betadır. Deyir ki, mən bayaq demişdim, bura 90 dərəcə olmalıdır. Bayaq biz bunu ispat eləmişdik. Burada 8 verib uşaqlar, onda burada 8'dir. Bu bir paralelogramdır. Bu bir paralelogramdır. Bu belə. Sonra. Yine belə paralel düz xətt çəkirəm bura. Belə. Bura betadırsa, burada betadır. Onda belə çıxır, bura ilə bura bərabərdir. Burada 3'dürsə uşaqlar, onda burada 3. Onda belə çıxır, bura 5'dir. Buradan da 8'i silirəm, çaşınmağınız üçün. Ümumi 8 idi. Onda burada 5'dir. Onda burada 3'dürsə, bura yine 5'dir, onda burada 5. Çünki bura alfadırsa, burada alfadır, yine bərabər yanıdır. Bizdən nə soruşur? Bizdən soruşur paralelogramın perimetri. Deməli, mən bura tapdım ki, 10'dur. 10'dur. Ətrafı da 8'dir. 8 üstə gəl, 10 vur 2. Cavab oldu 36. İnşallah ki, başa düşərsiniz. Nə sualınız olsa verərsiniz. Başa düşmədiniz və yaxud mənim səhv yazdığım birdən diqqətimdən yayılan bir şey olsa mənə xəbər eləyin. Çox sağ olun vaxtınız üçün, diqqətiniz üçün.